ən etibarlı avtomobili qəzadan həyata dönən adam düzəldə bilər. Rox'un hekayəsi də bax belə başlayıb. 12 il əvvəl Tibet dağlarında offroad eləməyi sevən bir adam son anda əl tormozunu çəkərək ölümün bir addımlığından qayıdır və söz verir ki, elə bir maşın düzəldəcəm ki, ailəmi ona əmanət edəcək qədər təhlükəsiz olsun və məni heç vaxt yolda qoymayacaq qədər dözümlü olsun. Qarşınızda Azərbaycanda belə bateriyasına 8 il və ya 250 min kilometr, özünə isə 5 il və ya 150 min kilometr zəmanət verilən Rox Adamas. Təhlükəsizlikdə güzəştə getməmək fəlsəfəsi ilə hazırlanan bu avtomobilin kuzovunun düz 87%-i yüksək səviyyəli poladdandır. Hətta Rox Adamas tavan əzilmə testlərində 159.730 Newton təzyiqə dözərək rekord qırıb. Rox minivan qədər geniş, Tibet dağlarında yolda qoymayacaq qədər dözümlü və ev qədər sakit hiss etdirsin prinsipi ilə hazırlanıb. Və ona görə içinə elektromobillərdəki qədər olan 56 kWh batariyaya və 1.5 litr generator mühərrik qoyublar. Yəni ki, batareyanı doldurmaq üçün bir motoru var və hətta elə bir motor ki, salonda işləməsini və titrəməsini güclə eşidirsən. Batareya və çəni tam dolduranda 1226 km gedir, motor isə 6-7 litr yandırır. Rox'un fəlsəfəsini eşidən italyanlar dizaynın elə belə olmasına qərar verəndə məncə düz eləyiblər. Salonda belə bir avtomobil üçün lüks səviyyədə sayılan 3K 15.7 düym ekrandan tut, 50 watt simsir şarj, nappa dəri salon sizə tam biznes təəssüratı bağışlayır. 476 at gücü və 740 Nm torku yoxlamaq istəyənlər üçün dağın başında belə bu avtomobildən 5700 watt enerji çəkə bilərsiniz. Bir qurucunun həyata qayıdış imzasını daşıyan bu avtomobili Azərbaycanda 130.900 manatdan ala bilərsiniz. Qiymət əslində fəlsəfəsini anlayanlar üçün idealdır. Sağ olun.